Böyük qayıdış çərçivəsində bugün Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə növbəti qayıdış baş tutub. Sarıcalı kəndinə bu mərhələdə 34 ailə, 141 nəfər, Ballıca kəndinə isə 83 nəfərdən ibarət 21 ailə köçürülür. Sarıcalı və Ballıca kəndlərinə qayıdanlar ölkənin müxtəlif yerlərində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı ümumilikdə 40 mindən çox insan yaşayır. 28 yaşında oradan çıxmışam, cavanlığım orada keçib. İndi 32 ildən sonra qayıdırıq öz kəndimizə, elimiz obamıza, çox sevinirik. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bu günü gördük, Allaha şükür. 29 ildir yataqxanada qaldım, 6 nəfər bir otaqda qalmışıq. İndi Allaha şükür ev veriblər, həyat veriblər. İndi deyirəm öz həyatımda, öz elimdə, obamda qalan ömrümü davam elətdirməyə. Olmayanlara Allah qismət eləsin, hamıya xeyirli uğurlu olsun.